Yəni bu tövbənin şərtləri məhz Nisa surəsinin 17-ci ayəsindən anlaşılır. Allah Teala məhz belə tövbələrə önəm verir, dəyər verir. Yenə də qeyd edirəm, ola bilər digər tövbələr də Allahın dərgahında qəbul olunsun. Amma o dəyərli tövbə, o insanı Allaha yaxınlaşdıran tövbə bu ayədə şərtləri keçən tövbədir. Birinci şərt budur ki, insan inatkarcasına günah edirsə, onun tövbəsinin qəbulu çox çətindir. Biz Allahın əvəzində söz verə bilmərik ki, qəbul deyil. Amma bu ayədən belə çıxır ki, çox çətindir. Bir nəfər Allah ilə düşmənçilik edərək, din ilə düşmənçilik edərək günah edirsə və yaxud bərpası mümkün olmayan ictimai günah edirsə, insanlara zülm edir, haqsızlıq edir. Biz bir insanın haqqını ödəməyə qorxurkən bu milyonlarla insanın haqqına girir, rahat da yatır, rahat da oyanır, hər gün o haqqa girir, hər gün insanlara haqsızlıq edir, hər gün insanlara zülm edir, onların haqqını zay edir. Belə insanların tövbəsi çox çətindir. Cəhalət üzündən özü ilə bacarmır, yəni özünü dəyərli bilmir, insan ləyaqətinə günahın yaraşmadığını anlamır, nəfsi ilə bacarmır. Belə insanlar cahil adlanır dini terminologiyada. Yəni, əməli ağlı yaxşı işləmir, praktik ağlı yaxşı işləmir. Buyurur ki, belə adamların tövbəsi bu bir şərtlə qəbuldur. İkinci şərt də budur ki, tez tövbə etsinlər. Nə qədər ki, fürsət əldən çıxmayıb tövbə etsinlər. Bir nəfərdir, cavanlıqda enerjisi çox idi, müəyyən günahları edirdi. İndi edə bilmir, deyir tövbə edirəm. Yox, bu tövbə deyil, bu eləyə bilmirsən. Tövbə edirsən deyil, bu eləyə bilmirəmdir, tövbə edirəm deyil. Tövbə o işlərə aiddir ki, insanın ixtiyarı özündədir. İnsan cahilcəsinə anlamadan, öz dəyərini anlamadan, cəhənnəm əzabının şiddətini anlamadan günah edir. Bunlara tövbə var. Allah Teala tövbələri qəbul edəcək. Allah hamının tövbəsini qəbul etsin inşallah. Allah amanında qalın.